deyə bilərəm ki, belə biz Rükud dövrünü əgər xatırlasaq, milli hökumətdən sonra bizim ədəbiyyatımız bir o qədər inkişaf tapıyıb və onlardan ki, yadda qalıblar, xalqın yaddaşında, ziyalıların yaddaşında belə barmaq sahasına gələn adamlar olublar. Onlardan biri cənabınızsınız. Yəni, daha doğrusu bizim, necə deyərlər, ürək tellərimizi dindirənlərdən, danışdıranlardan biri siz olubsunuz. Ona görə xahiş edərdik, öz oxucularınıza, öz həyatınız və yaradıcılığın haqqında biraz məlumat verəsiniz. Mənim həyatım məmuli bir həyatdır. Bernard Shaw bir gün həmin sual etmişlərdi ki, həyat hızı deyim. Demiş ki, valla ne bank çaldım, ne adam öldürdüm. Çok cahil bir hayat yoktu. Okuduk. Sessiz. Ve 1920 dakik isteseniz 11 Sentyabr, 11 Eylül ayında doğdu. Baksanız tarihe bu tetabuk edir Şeyh Məhəmmədin şəhid olduğu günlərə. Odur ki, o gürültü patırtı məni dünyaya bir neçə gündə tez gətiribdi. Doğum ölümündən sonraki hadisələr, nümayişlər, neler. Doğduğum yer tarihi dalgalı, başı maceralı, başı belalı demirəm, maceralı və həvadislə dolu olan Təbrizdir. Və Təbrizdə mən əvvəl belə bir o zaman daha bəsirətim çoxdur. Mədrəsəyə getmək istəmirdim, mədrəsələrdən qaçırdım. Elə ki, başarmışdım da nə cür oxumağa başladım. Amma bir mədrəsəyə getdim ki, orada məni birə saldılar. Möhribançılıq etdilər. Ondan sonra istədiyimi elədilər. Dedim, dərs oxumam, dedi, oxuma. Mən də başladım oxumağa. Neyse, uzun süre İptidai Təbrizdə bitti. Mütəvəssitə Təbrizdə. Bütün Azərbaycanda bir tək mütəvəssitə müəssisəsi var. O da Azərbaycan. Görsəlir ki, o dövrənin hüküməti oxumaqla nə qədər müxalifdir bizim oxumağımızdır. Niyə örtüm, niyə yalan deyim? Bir mütəvəssitə mədrəsəsi, Firdevsi mədrəsəsi ki, mən gedə bildim. Bir də müəllimlər təhiyyəsi üçün, tərbiyyət müəllim etmək üçün müəllim mədrəsə vardı. Darül müəllimin qədim. O da mütəvəssit sayılırdı. O da dövlət adamı olurdu. Bir də nizam vardı. Adam buralarda dərs okuyan məsəyidə Asriyədə işe geçseydi nizamda çok güzel yer alırdı, hazırdı. Bu şekilde böyle bu tertibatla biz girdik Firdevsi'ye. Firdevsi'de ben bakışayım. Firdevsi'de ders bitti. Ben bir cür oldu ki elmi ve edebi karıştırarak okudum. O zaman ikiye bölünürdü. Ve edebi tasdik aldım. Elmi de okudum. Sonra dip klasta içtim. Gittim edebi. Edebiyat beni çok cezbedildi. O zamandan değil, çok evvelden ben 14 yaşından şerdim o. Ve 15 yaşındayla bilem yazmaya başladım. Ve o yaşlarda bize gelen o zaman Şahin Gazetesi'nin reisi olan Ağzı'da, Habibullah Ağzı'da geldi. Yazdığımı beğendi ve o zamanlar Rüznamiye benim adım düştü, Məhərrir sıfatıyla
Neyse, ben təşviq oldum. Təşviq çox böyük məsələdir. Dünyanı təğyir verir. Necə ki, mənə də təğyir verdi. Mənim məsələm bəlkə heç bu olmazdı. Tehrana ali təhsil üçün gəldik. Mən hukukda yazdım. O zaman yazdığım yerler değişti. İttilaat gazetesi oldu. Keyhan'ın tesis edeni Doktor Misbahzade bizim müəllimimizdi. O yapıştı kolumuzdan 3-4 kişinin benim mezcumda götürdü ki gelin ruzname açılıq. Keyhan'a tesis etti. Keyhan'ı tesis etti ve bana dedi ki sen haberleri getireceksin. O zaman Rıza Şah düşmüş. Onun darısıca muhakemeler olurdu. Ve az cümle o zaman şikence halka vermişti, öldürmüştü, ne etmişti? Muhtari, Nezmiye reisinin, yani Şahribani reisinin, polis müdürünün mahkemesi. Ben onu yazdırdım. Ve sonra gördüm ki benden suistifade olur orada. Çünkü hamı haberini karar, muhabirler gedirler, mənə deyirlər sen yaz. Ben de yazırdım, mağrur olurdum ki bunları deyirlər sen yaz. Haberler biraz değişirler, rüznamelerine koydular, hem ki düz gidin. Sonra Türkiye'ye burs verdi. İlan etti ki burs verir. 120, evvel 60 sonra 120 talebeye. Ve o zaman Lübnan devleti de burs verdi. Ve ben kabul oldum, onun imtihanı vardı. Lübnan'a gittim. Türkiye'ye gittim. Sonra evvel gün adım yazmışlardı ki o kabul olur. İkinci gün gittim gördüm adım yok benim. Özge biraz var benim adımın yerinde. Belli oldu ki o daha dayısı varmış o taraflarda. Gittim oranın reisi, Fransa konsulu, çünkü Fransalılar o zaman gittim Fransa sefirinin yanına. Məqalə yazmaq beni biraz üzlü eləmiş. Kiçik uşaq qopmurdu. Cavan ve gelirdi. Monsieur Godard sefiridir. Monsieur Godard da büyük bostanşinası, büyük arkeologdur. Ve o mənə dedi ki, yaxşı gəlmişsən. Ben senin adresini bilseydim ve bir de birisi var özgəsi. Kağız cadım gələsiz buraya. Sizden resmen üzü istiyorum. Bu sizin hükümetiniz listeyi değişti. Ve onlar möteber adamların olurlar. Biz sizi hatmen genel gönder. Biz de geldik çok oğbetter. Türkiye'nin haberini eşitince koştuk oraya, kaçtık. Gittik kapıdan girdik, böyle. Ne okumuşsam? Hukuk kurtarmıştım ben. Niye? Senin hukuk doktorasına götür. Taray adında bir sefir vardı. O tertip vermişti İran devletiyle beraber. Bizim pasportları vermekte o kadar geciktirdiler ki ta kış ayı geldi. Yani bu ay geldi. O ki 1942'nin sonlarındaydı ki biz Türkiye'ye gittik. Ve Türkiye'ye gidip dönenler de İran'a çok büyük işler gördüler. Gelen hizmetler ettiler. Biri hatta veziri marif oldu. O gelenler veziri marif müdür oldu. Sonra müzisyen vardı, büyük tabipler vardı. Doktor Heyet onlardan birisidir. Doktor Furuk, şimdi Amerika'dadır, buradan birisidir. Ama bir 60 kişi de dağıldı, kaçtı. Gördüler ki ders okumak var, çetin mesele, misafiret değil. Ve harp şeraitinde ki Türkiye fakir bir
şəkildə idi özü. Bizə pis baxmırdı, yaxşı baxırdı. Amma fərq görsənirdi. Mevlana Celaleddin Rumi'nin bir şiiri var. O der ki, fəqrlə kibirli yani ifade ve cehli gizletmeliyiz. Danışırken soğan iyi kimin adamın ağzından gelir. Eşiderler. Oradaki memleketler de belədirlər. Fəqri gizledilmezler. Biz de burada okuduk. Döndüm ben. İşte çok tez tapdım. Doktor, üzr istəyirəm. Türkiyədə incəsənət xadimləri ilə, ədəbiyyatlılarla, onlarla heç tanış... Hukuk doktorası dərsləri nahardan sonra idi. Nahardan əvvəl mən Doğu Tələb istəyərək gönüllü ədəbiyyat şairdi oldu. Oradaki müəllimlərdən biri ki sonra çox yaxın dostum oldu mənim. Ve meşhurdur. Tarlan, Profesör Ali Nihat Tarlan. O bana bir gün dedi ki sen bana bir müəmmayı cevap ver. Sen hukuk tələbəsən ya edebiyat? Derdim ben iki işli adamım. İkisine de giderim. Ve orada Türkiye'de ben Türkçeyi evvelden öğrenmiştim öz-özüme. Yani öz Türkçemizde Türkiye farklarını öğrenmiştim. O ki müstakim ben istifade edebildim ve edebiyat kitaplığına gittim. Sonra onun Türkiye'de çok kadim kitapları toplayan, taze kitapları bir yerde saklayan çok zengindi İran'a nispeten. O zaman çok zengin geldi bizim gözümüze. Səhərdən akşam biz kitapla meşgulduk. Ve Türkiye'nin de o dövrüydü ki Almanya'dan kaçan büyük profesörlere iş vermişti. O ki bizim profesörler Almanya profesörleriydi. Veya Fransa'dan kaçanlarıydı. Fransa'nın bir işisinden. Mesela benim rehber müəllimim Doktor Kurvazı, Charles Kurvazı'ydı. Ve məruf adam bu kadar. Ritter'i ben gördüm ki dünya çapında bir dilcidir. Adı şeylerdedir. Ve ansiklopedilerdedir. Pəhləvi bilirdi. Ve neçə ləhcə ve Türkçe, kadim Türkçe bilirdi. Mərhum Reşit rahmetiyle yakından dost olduk. Şairdi təqribən oldum ben onu. Kadim Türkçeyi de söyledi o da. Halde ediple gidip biz Təbrizləri deyərim, xosanlaşırdım, danışırdım. Ben Türkiye'de benim edebiyat bakımından çok hoş geçti ondan. Ve Fransız kitaplarını da o Profesör Kurvazan'ın təvəssütüyle onların kitaplarının üzü oldu. Getirdim 3-4 tane falan. Büyüdüm. Çok güzel hayat geçirdim. Hamid Bey, bağışlayın. Təbrizdə qəzəl daha çok popüler olduğu halde necə oldu ki siz şehir yaradıcılığınızda klasik olan en çok geniş yayılan qəzəl, qəsidə, mərsiyədən belə uzaq oldunuz? Bunun bəs hansı təsirdən oldu? Türkçe, ben Türkçeyi sevdim. Bir, adam dili. Anamı sevmedim, acip sözdür. Anamı sevdim, tabiidir. İkincisi de, Türkçe hakikaten güzel. Öyle bir oturup bir bilginler ve çok hatta estetisyenler, güzellikten anlayanlar deyip bir güzel bir düzeldir gayreleri. Türkçeyi düzeltirler. Düzelseler onu düzeltirler. Ve ben baktım gördüm ki bu Türkçeyi
türkü danışanların hamısı əllərindən gəldiyi qədər xərab. Bu niye belədir? Türkçenin daha doğrusu afətlərini, mərəzlərini təşxis verməyə durdum. Baxın, gördüm, çox qarışıb. Farsça və ərəbcə lüğətlər dolub içinə. Farsçada da ərəbcə lüğətlər dolub içinə, hətta türkçə lüğətlər. Ərəbcədə də nə qədər türkçə, farsça var, amma onların qaidəsi var. Gördüm, türkçənin qapısı yoxdur. Giren buyurur içeride. Niye kapısı yoktu? Bu kapıyı kim sındırdı? Dikkat ettim, gördüm ki bizim dilimizde hecalar kıssadır, tüttüyoruz. Biz seslerimizde kadim uzun seslerimiz çoxudur. Seslerimiz de kıssadır. Farsçanın seslileri uzundur. Mesela güneşe Farslar aftab derler. Birisi aftab dese, ya deyirlər ermənidir. Çünkü Türkler deyəndə aftab derler onu Farsçada. Ermənilər ki, öz ləhcələri, aftab ya deyirlər ki, bu acayip adamdır. O kısa müsəvvətlər var. Niye müsəvvət uzur? Ben gördüm ki, əsas səbəb əruz Əruz mecbur edil Türkçenin Ərəbiyə, Farsiyə qapısı açılsın. Çünki Türkçe gərək uzatılsın, qıssatılsın. Görmürsünüz, qədim şeyləri okuduğu zaman neyiniz da? Nə qədər bizə doğmalaşsa da, ancaq özcə xalqın mədəniyyətindən gəlmədi əruz. Əslən, kəlmələri xərabdır. 2-3 şair müvəffəq olub ki, xərablamadan şeir desin. Birisi Yahya Kemal'dir. Odur ki, Türkçe'de bəhlər azdır. Farsça'da bəhlər biraz çoktur. Ben bir məqalə yazdım. Qafiyenin meselesi, qafiye meselesi Farsça'da. Farsça'da qafiye meselesi var. Daha gizlidir. Dil mültesaka, agglutinatif değil, birbirine yapışan değil. Odur ki, gizlenir. Türkçe'de farz edin ki, çiğ diyaq. Davaçı, bilmem ne. Çiğ tekrar etsek kafiye olmaz. Göbüsün havaçı diyaq, bilmem ne diyaq, ne diyaq. Farsçada bu çiğ öyledir ki, elədir ki, şeyle mi olur? Kafiye getirme olur bunu 10 defa, 15 defa. Kirdar, raftar, goftar, bunlar. O dipteki ağrılar hamısı şeydir. Fikstir, yani ektir, yani şekilcidir. Ama belli değil, yapışıp. Neyse, Arabistan ki müfessel, esasen Arap zaten Araplar üzerindler ve gafiyede ve gafiye onlar içinde. Türkçe büsüz kadim şehirlerinde gafiyede başta gelirdi, başlarında gelirdi. O ki ben gördüm, bu bir. Dili xəraplayan bir hadisedir bu. Yani daha doğrusu ben bunu teşbih ettim. Bir zamanlar ben gülmek için makalede yazardım. Komik makalede yazardım diyeceğim. Ve ciddi mevzularda komik makale yazardım. Bazen de eziyete düşerdim. Yazdım ki edebiyatımızı 3 yere bölümü olar. Beng edebiyatı, içki edebiyatı, əfün edebiyatı. Ve bu mesele getirmiştim ki bir gün bir beng içenle, həşiş içenle, bir əfün içen ve bir əraq içen yetişte bir şehre. Gece yetişler dervaza bağlanmıştı. Əraq içen dedi ki bıçağımı çekip vurup yıkalım burayı. Bu bizim həmasə edebiyatı, həmasə şeylərimizdir, həmasə kısmıdır. Ki alkolü edebiyattır. İkincisi ben geçen dedi ki gelin nazikleşak, 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 nazikleşak. Bu kıfılın
dəliyindən geçək. Bu da Sakti Hindi'dir bize. O makale yazdım Şükrü için. Ve o birisi dedi ki babam, Akın Çeken dedi, başımızı koyup yatarlar. Səhər çay üzrə açarlar qapıyı. O da bəqiyyə için. Oysa mən gördüm ki bu adət, bu adilik şey mənası, mötad olmaq mənası. Bu mötad olduğumuz bizi xərab yola götürən şeyin Yemen idamı. Gördünüz, ora keçə bilməyəcəksiniz. İkincisi bəli, lazım olan qəzəl deyilibdir. Qəzəl son sözün hətta Farsçada deyib. Və odur ki, Qacar devrində bir də dönmək lüzumu gəldi. Ona da müvəffəq olmadılar. Bir Suruş İsfahani kim gəldi. Və tazarlıq istəyir. Və bir də fikirlərim yığışdırıb, cəm edib, müsavi bölmək bir əcayib gəldi mənim üçün. Mən də əlbəttə bir aləmə də yazdım özüm. Qafiyədə də özləri yerdilərdi. Bər qoy, ər qoy, nə qoy, çoxalt, vəzin düzəlsin, kəlmələrdə əyri, büyürü kəs, şey düzəlsin, qafiyə. Özləri deyirlər ki, bir şair demiş ki, bunu deyənlərdən özləri, demişlər təngiyə, qafiyə təngiliyində, parçasını deməyim, türkçəsini deyim, xurşid, güneş, xər şəvət. Xər, yəni eşək affedersiniz. Və doğrudur, çox yerdə belə olar. Və mən gəldim, taza şeirlərdə doğrusu Avrupa ədəbiyyatında görmüşdüm. Və dedim, biz deyilək ki, olur, olmaz. Şeyx Məmməd devrində bir təcəddüd ruznaməsi çıxarmış. Rəfət, bizdə tərəxəndə rəfət və bir-iki adam da orada şeir yazar. Və taza şeir yazmaq həvəsi də vardı. Orada da nümunə görmüşdüm. Müntah olan ki, ərəbcə ilə dolu idi və farsçası da yazsınlar. Nimadan əvvəl, yəni İranda, farscanında əvvəl yazanı Nima deyil. Yine Azərbaycan vardır. Nima sonra geldi efendim. Teceddüd. Ve bu şekilde ben döndüm. Daha doğrusu Türkiye'de nice Avrupa edebiyatını görüp döndürer o tarafa. Ben de dedim görüm olur da olmaz. Ve sonra nenemin bana dediği nəğillerde şeirler var idi. Bu şeirler ağız attı. Biz buna şeir demiyoruz ha indi. Nəğilin başı mesela. Benim çok hoşuma gitmişti. Nəğillerin başı, nəğillerin dibi. Böyle yazmak istedim. Ve buradan başladı. Doktor Üzrəm, indi söhbət belə ədəbiyyatdan getdi. İstərdik bu cənub ədəbiyyatından münasibətinizi bilək görək necədir. İndiki bax yaranan ədəbiyyatımız haqqında fikirlərinizi bilək. Ədəbiyyat ağır tərpəndi yerindən. Çox ağır. Və Fars ədəbiyyatının təqlidi açıqdır. Roşan. 3-4 tane usta vardı ki onlar yok. Onlara bir şey deme olmaz. İstisna ettiler. Onlar da Pişəvəri devrinin yazıcılarıymışlar. Məşq eləmişlərdi bir müddət. O da illətsiz değilmiş. Ve bizim şehrimiz həcaidir. Ve çok enteresandır ki Farsçanın da qədim şehri ve hakiki şehri həcayiymiş. Sonra onlar giripler olmuşlar bu şeye ve elbette böyle adamlar çarpmışlar. Hafız gibi şairler çıkmışlar oradan. Ama
İndi çıxmaz artıq. O söhbətlər qurtulmuş. Necə ki, Səkkə Hindi gəldi. O da İranda çox tutmadı Səfəviyyə dövründə. Türkiyədə daha çox tutdu Səkkə Hindi. Türkçənin Səkkə Hindisi daha davamlıdır Farsçadan. İndi cavanlar orada bizim etrafımıza yürüşürdüler, soruşurdular, kunç qaldılar. Və bu istemek, bu tecessüs, bu özünü tanımak, çetin özünü tanımak ve diline sahip olmaktır. İnsan bir şeye sahip oldu mu, biraz da sərgəsi oldu mu, onun başlar təmizləməyə, xurah verməyə və becərtməyə. İndi bu nəsli ki çıxmış, çox ümid verir. Rahat yazır. Mesela mənim əlimdə indi bu kitab var, bir küçük kitab. Belə ki bunu çevirirdim, gördüm ki yok. Gerçi mesela bu şiir okumadan görsedir ki hecaya yazılmış. Ama bazı çok mühim değil burada. Bakınca görürsünüz ki fikirler taze renklerle gösterilmiştir. Bu say başlamıştır ve bazıların vefak olmuştur. Biraz istifade benim rabitem azdır. Bu az rabiteyle arada bir çok güzel sesler gelir. Bu sükutun, bazen bu sükut sınır. Aynen. Nedense görürüm ki çok güzel sesler geldi. Müntah o gazelleri yine yazanlar, yine menzume, kadim menzumeleri bilmem taklit edenler, nezire yazanlar edebi madem ki danışıyorum vardırlar. Nezire yazanların takriben vefak oranları yoktu. Az vefak olan ben nezire yazayım gördüm. Çünkü ne Füzuli kalmış, ne Füzuli'nin doğru kalmış, ne o fikirler kalmış. Taza fikir, taza kalıp istiyorsunuz için. Taza kalıp da Türkçe kalıp olacaktır. Bak Türkçe kalıp da tapmak çetindi. Ben inanın derslerimde o kadar zahmet çekmemişim ki çok eziyet çekmişim ta bir şiiri tapam. Eşitmiştim ki Yahya Kemal bir şiiri 6-7 ay çapa vermezmiş. Düzeltme halindeymiş. Dedim garip adam niye böyle. Sonra ki özüm ona giriftar oldum. Gördüm o çok tecrübelimiş. Bu enkübasyon dövrü diye o merezin bedene gidip ta öz ahir olması dövrü ya toğun yumurtadan çıkması dövrü, enkübasyon devri. Şairinde bir enkübasyon devri var. Bazen ki maşallah şeydir bu, irticalen diyorlar. Benim enkübasyon devrim çok uzundur. Şimdi otururum mesela benim eşim, hayat yoldaşım bana gülür bir zaman. Oturmuştum 30 yıl qabaq evvel trene mindiğim hatiren şiirin yazırdı. O devir şehir haline gelmişti. Gerek heyecan getirir insan özünde. Şair evvel gerek yansın ta özgesini ısıtsın. Hamit Bey, özür dilerim sizden. Bir de bir haldaki şehirden, senetten söhbət düşdü. Ötənləri, yadınızda kimler qalıb şairlərimizdən? Kimler necə qalıb daha doğrusu? Valla Mən üzr istəyirəm. Qoyun bir ona biraz da necə deyək, konkretləşdirək. Hə. Bizim öz birisi o dövr ki siz sənətə, daha doğrusu bu şehir sənətinə gələndə bizim yadda qalan şairlərimizdən, daha doğrusu o dövrü, o sıxıntı dövrünü öz sənətində də əks etdirən, daha doğrusu heç özü demədən də o sənətin canında da özünü göstərən o sıxıntılıq. Mən belə bilirəm ki, bizim ağsaqqallarımızda olan Həbib Sahirdir. Bəlkə onun haqqında fikirlərinizi deyərsiniz. Sahir mənim rabitəm çox enteresan.
Anamın, atasının evi bir derbette. O derbendin dibinde Habib Sahirler otururlar. Rabıta buradan başlar. Sonra Habib Sahir gelir misafirlerine, ders okumasına, İstanbul'a neye. Ben de itiririm elbette. Görmemiş olurum. Təbrizdə oturmuşuq, dərs okurduk. Bir de gördük taza coğrafi müəllimi geldi. Adı Habib Sahir'dir. Habib Sahir evvel bize zayıf müəllimi geldi. Elə bildik ki, onun klasında her iş görebiliyor. Bilirsiniz, insan ne kadar yaşlı olsa da koysalar bir kursa, o kursta müəllim geçse çuluklu olurlar. Tam uşaqların şeyi gibi. Biz dedik ki, yok, sonra gördük ki bu adam doğru adamdı. Şair olduğunu hep kimin gizletirdi. Yavaş yavaş ben de pis şair değildim. Dersim yaxşıydı. Məhrəm oldu. Bir gün dedi, gel sana bir şey okuyayım. Ben gittim, bir şey okudum. Ben gördüm ne bu Serraf'ındı, Moğolları bilərdim biraz evvel, bir nesl evvel. Ne Lale'nindir, ne onundur, ne buranın değil. Ve hep gözleri gözgedi. Ve Türkiye gelmemiştim ben o zaman, hiç haberim yoktu bu tarafta. Ve dedim, bu kimdir? Dedi, bir adam deyip de sen yaşın. İkinci şey, üçüncü şey, sonra anlaşıldı özgürlüktür. Celal Sahir Türkiye'nin şairlerinden birisiymiş. Ben onu tanımadım, hiç tanımadım, hiç ölmüştü. Habib Sahir onu severmiş. Bir gün Habib Sahir'den sormuştum ki, sen niye Sahir koydun adını? Celal Sahir var. Dedi, ben onu çok severim ondan. Bu da təxəllisinin səbəbini mənə dedi ki, şayet az adama deyibdi. Habib Sahir bütün kitaplarını mənə gönderirdi. Hatta sonra vitrinlerden yığışan kitaplarını da mənə gönderirdi. Tehran'a geldiler. Ve biz de Tehran'a, ben Abadan'da işlerdim, Tehran'a geldim. Enteresan bir hadise oldu. Her cuma günü o piyade gidendi. Təbrizdə olduğu zaman da her gün Eynali'ye giden adamdı. Eynali ətəyində Habib Sahir'i medreseden sonra görərdik, ders okuduktan sonra. Piyade yer geldi. Küçük boy ama bu badi bildirler derler ha, ki öz bedenlerini şeylerle, onlar kadar itimanı vardı. Her gün evinden kalkıp gelerdi bizim mahallenin, Şehrara mahallesinin parkına. Parktan gelirken gelirdi bizim kapıyı çağırdı. Biz de bir çay içerdi, 5-6 tane şiir okurdu. Benim de şiirlerimin içinde Habib Sahir'e bir şey var. Bir gün haber gelmişti ki Şehriyar'ın divanını bir satır Türkçesi olduğu için o cildine icazə verilmək çıxsın. Bu Şehriyar'ı da çok bir şey etmezdi. Onun arası yaxşı değildi. Elə değil. Ama geldi o gün ağladı bizde. Pis haberdi. Çok pis haberdi. Ve benim o şehrim o günden sonra değildi. Ki ben şehirlerim ben hiçbir şeye hatırımda saklamaram. Müracaat oraya. O çap oluptu. Sahir'e. Ve Sahir çok güzel teşbihler, imajlar, siz obraz ediyorsunuz. Bunları birbirinin yanına koyma, yaxşı başarırdı. Büyük şair idi. Bence eğer
ola bilseydi ki o şiir yazsın ve şiir çap olsun. Çünkü biliyorsunuz şair çap olmaz der. Şiir içtimai meseledir. Gerçi çok hususi meseledir. Yalandır ki şairler deyərlə ihtiyacım yoxdur çap eləmə, öz-özümə deyirəm. Məşhur lətifəyi bilirsiniz də ki, bir adamın qarnı sancıydı. Hər doktora getdi, düzəlmədi dedi, qarnım sancı. Bir doktora getdi, o həkimmiş də. Deyirsən, sənətin nədir? Dedi ki, mən şairəm. Deyir, şiir demisən ki, heç yesə oxumamısan. Dedi, həm bir qəsidə. Dedi, oxu. Və şair başladı, açdı keyfini oxudu. Həkim dedi ki, qarnın necədir? Dedi, hə, yaxşılaşdı, geçdi. Şiir içtimai məsələdir. Şair nə qədər özü için yazmış olsa, yine xalqı için yazır. Eğer koyulsaydı ki o xalqı için daha çok açık, uzun zamanda yazsın, elə bilirəm birçok namdar şairlerinden oldu. Bu tarafların şarkın istəmirəm. Və indi mən o qədər ehtiramım var. Çok sağ olun. Və hər həftə görmək xoşbəxtliyi, mənim xoşbəxtliklərimdən birisi odur ki, yaxşı adamları çox görmüşəm mən. Birisi şairdir. Doktor bəy, bu necə deyirlər, Dədə Qorqud günləridir. Mən məruzəçilərimizdən, daha doğrusu Ustad Fərzanə ilə görüşdə deyim ki, necə olacaqdır, sizin çıxışınız nədir? Deyir ki, müasirimizin Dədə Qorqudu. Səhənd haqqında mən çıxış eləyəcəm. Bəlkə səhənd haqqında da fikirlərinizi eşidərdik. Səhənd. Bir həftəlik məclis var idi ki, oraya gedərdilər, musiqi bahanəsilə şirrən oxudular şairlər. Mən də Mərdunguri dedim, xəxdən qaçar. Bu əvvəldən var. Oraya getməzdim. Bir dəfə məni çəkə-çəkə apardılar oraya. Yine getmədim, amma səhənd bizə gəlməyə başladı. Səhənd orada tanıdım mən. Doktor heyətdir. Savalandı, səhənddir, dağlar yığmışdır ətrafımıza. Və doktor heyətin gətirdiyi bir dostsuz şəhərşinaslar falanlar vardı. 3 şair daha. Bunlar həftədə bir dəfə heç olmasa cəm olardı biz. Sonra mən gördüm ki, cəmiyyətin çoxluğu keyfiyyəti azaldır. Azaltdıq, etdik bunu 3 kişi ki, Səhənd oradan birisiydi. Səhəndin mən çap olmamış şiirlərini ağzından eşitmişəm. Və çox gözəl şiirlər. Yəni, deyə bilirəm ki, çap olmuş şiirlərindən daha yaxıcı şiirlər. Və Səhəndi bu qədər tanırım mən. Səhənd belə bir şairdir ki, mən heç bir zaman belə deyirəm. Mən gecə başmış müəyyən saatlı qoyaram, yataram. İdarə əhli kimin. İndi də ki, noxuşam işə getmirəm, yenə elə. Səhər çadı müəyyən vaxtda qalxaram, naharımı yeyərəm. Yox, o yox. O deyirlər ki, saat 2-də birdən qalxarmış ki, şeir deyəcək. Və Səhənd doğrudur, çox az şairidir və sazımın sözünü deyir. Sazımın sözü ilə Dədə Qorqud kitabının fərqi budur ki, Səhənd rəvayətdə əl aparıb. Və bizim malımız etmək istəyibdir. Biraz içində qalan sözləri də izafə edib ona. Siz buyururdunuz ha? Yani orada Səhənd də görsənir bəzən Dədə Qorqudun yanında. Doktor bəy, təəssüflər olsun ki, bax elə həmin bu az məhdudəyə nəzərdə alaq, elə İranda, bizim cəmaatın heç çoxu hələ Səhəndi tanımır. İndi onu böyük
Mənə də götürsək, məsələn, Türkiyə ya Azərbaycan Respublikası, görürsünüz, necə deyirlər, qırılan qoşun kimiyik. Elə orada, burada, hər bir tərəfdədir. Daha doğrusu, sizcə, istərdik bilək görək ki, sizcə bu dünyada Azərbaycanlıların Bakıda, dünyaya səfərlənmiş Azərbaycanlılar, indi biri xoşluqdan mı gedib, biri qaçıb gedib, dəxli yoxdur. Azərbaycanlıların Bakıda mədəniyyət mərkəzinin bir yaranmasına, daha doğrusu yaransa, siz ona necə baxırsınız? Mədəniyyət mərkəzi ümumiyyətcə. Mədəniyyət kəlməsini bir kere mən söyləmədim. Bunu sizə başdan deyim, haşiyədən gedirəm yəni içəriyə. Buyurun. Mədəniyyət üçün Mədinə şərhdən gəlir. Sivilizasyon mənasındadır, nə kültür. Kültür kəlməsi sizin qəsdiniz mədəniyyətdən kültürdür. Və Türklər də uzun zaman, Türkiyə Türkləri də uzun zaman mədəniyyət kəlməsinin tərcüməsində qaldılar məətəl. Hars dedilər ki, Ərəbcəydi. Ərəblər özləri hars deməzlər. Səqafə derlər. Və sonra əkin dedilər, qarışdı o birisiyle. Nihayət gəldiler dediler kültür. Mən şahit ettim o zamanlarda, teklif ettim ki bu kelime, bizim güzel bir kelimemiz var. Farslar, fori, bunu izah etmesem dediğim teklif anlaşılmaz. Farslar Farslaştırdılar kelimeyi. Kültür kelimesi gelir gelmez, mod olur ya olmaz, ferhengi koydular yerine. Halbuki ferhengi baksaz, kadim lügatlere, yani ferhengin kültür manası olmadan evvelki lügatlere, göreceksiniz manası şuurdur, lügat kitabıdır, bilgidir, nedir? Ve dedim bu ferheng kelimesinin cami olduğu manalardan daha çok mana içerisine alan bizim bir erdem kelimemiz var. Erdem erden gelir. Er sıfatı. Er sıfatı da öğrenmaktır, nedir? Bu kültüre daha yakındır. Bilmem niye. Bir işletmediler. Her pişnihat gibi gitti kültür, o şey oldu. Şimdi ben de kültür diyeceğiz. Kültürün serhəddi yoxdur. Bu xəttlər ki çəkirlər, biraz siyasi xəttlərdir, siyasi sərhədlərdir. Müvəqqətdirlər. Birisi uzun sürer 2 qarn, o birisi xətt dəyişər, o birisi xətt yox olar. Avropa nəqşəsinə baxındı. Amma kültür özü böyük, kiçilir, özünün sərhəddini çəkər. Və kültürlərin birbirlərlə savaşları, hərpləri olmaz. Birbirlərlə nüfuzu olar, amma savaşı olmaz. Böyük kültür, kiçik kültüre, zayıf kalmış kültüre nüfuz eder, onu çok zayıflar. Ama kan dökülmez, savaş olmaz, dava çıkmaz, kültür olmaz. Bu işler yoktu kültürde. Kültür dile dayanır. Birçok şeye dayanır. Esas heymesinin, o diğerler çadırının sütunu dildir. Kültür ne kadar çoğalsa o kadar yakıcıdır. Kültür büyütmenin yolu dili temizlemektir. O dilde güzel şeyler icat etmektir. Güzel şeylerin icat etmesi, kültürün ilerletmesi evvelden de İran'da, burada ve belki başka yerlerde de meclis şaira düzelterdiler. Ve burada ben kitapta hatta gördüm ki çap eleyipler bu küçük şehirlerde olan şaira meclisleri varmış. Herkes ferdi burada okurdu. Tehran'da da vardı, İsfahan'da da, Təbriz'de de vardı.
İndi modern dünyamızda bunların adı olup kültür merkezi. O yerdir ki gelin otururlar, şerlerini okurlar, birisi tablosunu gösterir, o birisi filminden bahsedir, o birisi mevzu alır ve bu şekilde kültür hem hifz olur, hem təqviyyət olur, hem özgə nüfuzları, özgə kültür nüfuzunun qabağını alır ve hele özü nüfuz edir başka nüfuz kültürlere. Ben elə bilirəm ki, bir dənə azdır. 5 tane sayar, 10 tanesi geri açılar. Ve her yerde açılar kültür merkezleri. Ve gelirler otururlar, danışırlar, sohbet ediyorlar. Ve o kitap gösterir ki, o meclisler olmasaydı o şairler bugün adları yoktu aslen. Onun sayesinde, onun... Bir de şair de şey der, birbiriyle rekabet halindedir. Görürsünüz birisi güzel şiir dese, sabah o birisi onun daha güzelini demek ister. Şairin giciği var ve bu mukaddes giciktir. Ben iki şeye hak isteyer, mukaddes diyelim. Birisi bunu giciklere mukaddes gicik derim. Ki ben de düzelttim, yaxşı bir şiir yazım. İkincisi de lac, mukaddes lacler var. Pis melezlerden, frengi melez derler, siflis melezini, benim için atam davasazdı, bu sözleri çok diyerdi, farmasyendi. Salvarsan diye iğnesi vardı. Adı bilmem 208 idi, 305 idi. Çünkü doktor Eğerlik onu ihtira eden, beynine koymuştu ki ben bunu düzelteceğim. Her tecrübesi müvaffak olmayanda bir daha nümre koyuyor işte. Yazırdı 204, bu da 205, bu da 206. Sözümü, madem ki nümreyle dedim, nümreyle de bitirim. Benzetmeyin o latifeye. Ki bir adam oturmuştu kuyunun başında sayırdı. 52, 52, 52, 52. Gördü ki birisi geçir gördü bir adam gitti yakına görsün ne var iteledi saldı kuyuya dedi 53 53 53 ne? Bu mukaddes inat değil, bu ben dediğim nümre değil. Ben dediğim nümre ilmide inat, yaxşı yazmakta inat, divine müsabıqa, bunlar mukaddes şeyler. Mübarek olsun inşallah ki yaxşı kültür heyetleri çıkar ve ne güzeldir. Ve ben de madem ki Dede Korkut günleridir ve hamurunuzun da ezberinizdir, Dede Korkut'un dualarını bütün sizi ve herkese eşitir onun hakkında deyirlər. Çox sağ olun. Çox sağ olun. Yarım saat bax heç olmasa bizə vaxtınızı verdiniz. Sizi narahat elədik. Amma belə bir sualla və belə bir sözlə istəyirəm söhbətimizi qutaraq. Bizim vermədiyimiz hansı sualı öz oxucularınıza verib və cavabını verərdiniz? Yəni daha doğrusu ürəyiniz nə istəyir? Bəlkə biz o sizin ürəyiniz istəyəndə sual vermədik sizə. Yəni öz oxucularınıza necə müraciət eləmək istəyirsiniz? Nə ürək sözünüz var ona? Benim bir dənə ürək sözüm var. Tək oxucularıma deyil. Bütün insanlığadır. O budur ki güzelliği söyle. Ve bir zaman da diyorlardı ki Allah cemildir, güzeldir ve cemalı sever. Güzelliği sevmek, merez pisliktir. Işığı sevmek. Ben diyelim güzelliği sevdim. Güzel ev düzeltin, güzel raftar düzeltin, güzel şiirler yazın. Çox sağ olun. Doktor, söhbətimizi bir şeirlə qutara bilərsiniz? Yadınızda olan bir şeirlə. Həcmən qısa da olsa. Ben özgəsindən borc edib bir şiir gerek diyəm. Əbaçoğlu Təbrizdə vardı meşhur ki xalq ona yerde Təbrizdə dübbələr var ki işi xalqı güldürməkdir.
Onlar mötəbər adamlardı. Bəli. Biri de Manlıydı Abaçoğlu. Ben gözümle gördüm bunu. Ki bir gün bir hanım geldi. O da küsüden geçirdi. Ben de başının yanınca getirdim ki bu buna değiller. Çok zeki adamdır, çok şuh adamdır, ne cür adamdır. Gördüm o hanım geldi, sinirli. Dedi ki, selam ettim, dedi selam. Dedi ki, xahiş ederim bir istihare açasınız mı? Dedi, oraya git. Ne dəstəmazım var, ne təsbihim var, ne özələm. İndi mənim də olar olsa da hafızam yok. O ki size Xeyyam'ın şehrinin bir tercümesini isteyen özgesi edildi bu işi. Xeyyam'ın şehrini çok tercüme edildi. Hem işi de xarablayıb. Tek tercüme ki müvaffak olup İngilizlerin gelir. O da 5-6 rubayı karıştırıp birbirine bir rubayı edildi. Evet. O da Hüseyin Refat adında Türkiye'nin ölmüş gitmiş kadim bir adam vardı. Cumhuriyetin başında. O çok şuh şair. O tercüme Xeyyam hakkında Xeyyam demek istirdi ki. Yani tercüme değil bu. Özünden rübayiler düzeltip ki Xeyyam bunu da demek istir demeyeyim. İnanın rübayilerden birini okurum. Diyor ki paramız yok ki bir güzel sevelim. Pulumuz yok ki bir güzel sevelim. Bademiz yok, içip de eğlenelim. Günaha girmenin demek yolu yok. Çaresiz kal. Ustad Fərzan sizi çox xoş gördük. Deməkdən belə istirdim söhbətə ilə belə başlayaq ki, bu şifahi xalq ədəbiyyatı elə bizim yaz ədəbiyyatımızın da köküdür. Düzdür, biz bu şifahi xalq ədəbiyyatı deyəndə biz onunla yaşamışıq. Necə deyərlər, bayatılarımızla. Bayatılarımızla deyəndə mən həmişə görmüşəm ki, biz deyərlər, xalqımızdan gələn bu ədəbiyyat, bizə çatan bu bayatılar, daha doğrusu xalq deyəndə, anamdan deyəndə, atamdan deyəndə baxıb görmüşəm ki, bu ədəbiyyat, bu bayatılar onlardan daha çox sizdən bizə çatıb. Ona görə ki, sizin kitabı oxumuşuq və sizin bu ədəbiyyatla necə deyərlər, bir yerdə olmağınızı həmişə hiss eləmişik. Ayırmamışam ki, deyəm ki, bu Ustad Fərzanənin bu kitabı çıxmışdı, bunu oxuduq. Elə həmişə onların ya belə deyək, tutaq bu bizim bu kiçik formada desək, bayatılar kimin elə sizi onlarla qarışıq hiss eləmişik həmişə. Bir yerdə olduğuza görə. Yəni bizim o bir rükut dövrü olub, milli hökumətdən sonra. Biz daha doğrusu o rükut dövrünün yeni yetmələriyik. Yəni götürdüyümüz sizdən başlayıbdır. Ona görə xahiş elərdik, bilə-bilə də olsaq, öz oxucularınıza, öz həyatınız və sənətiniz haqqında biraz məlumat verərdiniz. Teşekkür ederim size. Ben siz dediğiniz meseleye gitmek için, yani folklorumuzla, şifahi xalq ədəbiyyatımızla tanışlıq tapmaq, sonra onun qaygısına qalmaq kimi məsələləri demək üçün gerek biraz dalıya qaydam, yəni öz necə deyər, uşaqlıq həyatımdan bir neçə kəlmə də olsa danışam, sonra təbii ki, gəlib çatacaq o yerə ki, siz istəyirsiniz. Bilirsiniz, mən bu qərinimizin başlanış illərində Təbrizdə anadan olmuşam. Yoxsul bir ailədə, çox uşaqlı bir ailədə və təbiidir ki, həyatın çətinliklərini çox tez başa düşmüşəm və sonra yoxsulluğun
məsələsini də yenə çox tez anlamışam. Bunlar hamısı öz yerində. Amma mənim mədrəsəyə getməyim Təbrizdə təzə bir məsələlərin Azərbaycan fərhəngində, Azərbaycan maarifində araya gəlməsi ilə olub. O da budur ki, mənim mədrəsəyə getdiyim illərdə Azərbaycanda bizim ana dilimizin oxunması, yazılması, o dildə kitab çıxması və hətta bir neçə il keçəndən sonra onda o dildə danışması qadağan mərhələsinə çatıb, yasaq mərhələsinə çatıb. Buna görə də ana dilində oxumaq ki, hər bir insan üçün çox təbii bir haqq sayılır. Ona çatanmamışam yüzlər və yüz minlər Azərbaycan uşaqları kimi. Amma xub, bunun əvəzində ailə ocağı mənə, ana qucağı və ailə ocağı xalq ədəbiyyatımız, folklorumuzu örgəşmək üçün və ondan ilkin tanışlıq tapmaq üçün ən birinci məktəb oldu. Mənim anam, bilirsiniz ki, bir obalı qız idi və Qaradağ kəndlərindən təbən səvadsız. Amma həyat nə cür gətirmişdisə, bu yüzlərcə bayatı, nağıl, qoşma, tapmaca, hətta bizim böyük dastanlarımızdan bilərdi. Və bunları o qədər gözəl, o qədər yaraşıqlı söylərdi ki, o vaxtdan, uşaqlıq yaşlarından bunlar mənim zehnimdə yer açardı və həkk olardı. Anamın bir-birinin ardınca dünyaya göz açan qardaşlarımın haqqında dediği laylaları, oxşamaları mənim üçün bir örnək mənbəyi olub həmişə. Zaten bir heyrətə düşərdim ki, anam bu sözləri, bu qədər sözü hardan örgəşib, kimdən örgəşib və fikirləşərdim, ola bilsin, böyük nənəmdən örgəşib. Amma vaxtilə böyük nənəm gəldi, çıxdı Təbrizə. Onu da sınadım, gördüm, yox, o geçmişdə də bu sözü yazmışam. Gördüm, xeyr, o hətta bu məsələdə anamın topuğuna da çatmaz. Anamın özündən soruşanda deyərdi ki, mənalı gülümsəyib, deyərdi ki, açdım gül oldum, boyatdım sümbül oldum, bir dil bilməz quşudum, oxudum bülbül oldum. Bu, həqiqətən də bülbül idi. Çox tutarlı və dəyərli səsi var idi. Və xub, həyatın çətin olduğu, bunun zindəqanlığında, yaşayışında bəzən kədər doğurardı, bəzən kövrələrdi bu. O kövrələndə ağı oxurdu, ya niskilli bayatılar oxurdu. Müxtəlif cürbəcür hadisələr. Məsələn, bunun qardaşlarının, bacılarının kənddə yaşadığı üçün məhsulun yaxşı gəlməməsi, ya məsələn, qardaşının Mazəndarana işləməyə getməsi, ya hətta şəxsi və ailəyə yox, bir dənə yazığın ayağına tikan batması, bir nəfərin zindəqanlıqda çətinlik çəkməsi bunu narahat elərdi və bunun o dediği sözlərə, oxuduğu bayatılara qəmcalardı. Mənim ilk məktəbim dediyim kimi anamın bayatıları, anamın laylaları və anamın nağılları oldu. Anam nağılı çox yaraşıqlı deyərdi. Belə o qədər yaraşıqlı deyərdi ki, mən sonralar çoxlu nağıl dinlədim, çoxlu nağıl topladım. Və bu nağılları istər-istəməz yaddaşdığımda olan, hafizəmdə olan anamdan eşitdiyim nağıllarla istər-istəməz müqayisə elərdim, tutuşturardım. Amma o nağılların heç birində bu qədər söz incəliği, bu qədər lətafət, bu qədər ruh yüksəkliyi, anamın bütün nağıllarında işıqlıq qaranlığına, mərtlik namərtlığına üzbəyiz olardı. Və həmişə də anamın nağılları mən istədiyim kimi işığın qaranlığa, mərtliğin namərtliğa qələbəsi ilə qurtarardı. Bəli,
Əlbəttə, anamla yanaşı, atamın da məndə çox təsiri olmuşdu. Biləklərin ki, o kişi də çox zəhmətkeş adam olmuşdu. Fəş taxtabəndindən düşmüşdü və getmişdi, məşrutə fədaisi olmuşdu. Və sonralar həyatda çox çətinliklər çəkmişdi. Amma öz yanında dərs oxumuşdu, ayaqüstü dərs oxumuşdu. Amma xub, onun çox təcrübəsi var idi, çox sınaqlardan geçmişdi. Bir çox vaxt məsəl deyərdi, məsələlər, el məsələ gətirərdi. Bir çox vaxt Sabirdən, ayrı şairlərimizdən şeir oxurdu, məsəl kimin şeir oxurdu. Məsələ ki, daimən bir çox vaxt bunu oxurdu və təkrar edərdi. Bu yadımda qalır ki, geçmə namərd körpüsündən, qoy aparsın sel səni, yatma tülkü daldasında, qoy yesin aslan səni və bu kimi məsələlər oxurdu, sonra məsələlər deyərdi, çoxlu lətifə bilərdi. Demək olar ki, atam və anam mənim ilk müəllimlərim olmuşdu. Əlbəttə, ondan sonra yaşadığım camiə, yaşadığım mühit, şərait, orada da mən çox şeylər öyrəşmişəm. Bilirsiniz, zindəqanlığın çətin olduğu, insanın əvvəldən ehtiyacla üzbəyiz olduğu insana çox şeylər öyrədir. Əgər biz deyək ki, ehtiyac ən böyük ustaddır, ən böyük öyrədicidir, bu çox qəzafə söz deyir, bu çox da yalan söz deyir. Ona görə də mən mədrəsəyə getdiyim sıralarda da yay tətillərində işlərdim. Və bu iş bir çox vaxt fəş qarxanalarında olardı. Əlbəttə, onu deyim ki, biz evdə həyatın çatışmamazlığı üzündən və necə deyər, atamın aldığı maaş bizi idarə eləmədiyindən evdə fəşlə oxurduq. Və oradan da fərşi öyrəşmişdim, ona görə də fəş qarxanasına gedərdim və fəş qarxanalarında da bilirsiniz ki, bizim çox surutlarımız, nəğmələrimiz və niskilli nəğmələrimiz fəş qarxanalarında oxunardı. Hər halda iş mühiti məndə dər eyni hal ikinci mədrəsə oldu mənim xalqın həyatı ilə, xalqın arzuları ilə, niskilləri ilə, kədərləri ilə tanış olmaq üçün və eyni halda xalqın dili ilə tanış olmaq üçün. Bu cəhətdən də əgər mən mədrəsədə ana dilimi oxuya bilmədim, amma ailə ocağında və sonra camiədə, xalqın içində bu dilin müəyyən gözəllikləri, müəyyən incəlikləri, müəyyən zərafətləri, onun zərbil məsələləri, bunlarla tanış oldum. Və məsələ də bir cürüdür, həyat bir cürüdür ki, mən gərək əvvəlin fürsətdə əlim işə bənd olur idi. Çünki onsuz xubxanada ehsas edirdim ki, iqtisadi cəhətdən fişardadır. Buna görə də ilk dəfə hər halda bir cür edeyim, bir iş ələ salım, getdim tərbiyyəti müəllimə. Və qəsdim də buydu ki, tərbiyyəti müəllimi oxuyum, çıxım, iş görə-görə təhsilimə davam etdirim. Və bu işdə oldu, əlbəttə mən 1321-də ya 22-də müəllim oldum. Müntəha müəllimlik mənə qismət olmadı. Onda illəti buyurdu ki, şayət klasda biraz o lazım gələn dərslərdən çox dərs verirdim və uşaqlara daha çox söz öyrətmək fikrindəydim. Deyə bilərəm ki, mənim yüz minlər uşaqlar kimi uşaqlıq zindəqanlığım olmuyor. Və ona görə də uşaqları çox sevərdim və onların bir çox vaxt qiyafələrində və yaşayışlarında öz uşaqlığı olmadığım geçmişimi görərdim. Uşaqlara çox məhəbbətim var idi və ondan sonra da çalışardım ki, onlara tamam vücudumla işləyim. Hər halda dərs məsələsində mənə çox imkan yaranmadı və elə ilk işimi demək olar ki, orada kitabxanadan başladım. Kitabxana o vaxt mənim üçün ki, çox dərin istəyim var idi öyrənmək üçün və yenə öyrənmək üçün.
bir ilham mənbəyi idi, bir örnək mənbəyi idi. Mən kitabxanada başlayandan sonra ardı arası kəsilməyən mesela mütaliəyə və kitab oxumağa idamə verdim. Əlbəttə onda İran müttəfiq qoşunlar tərəfindən işğal olmuşdu, nisbi azadlıq hakim idi və mən şəraitdə olan cavanlar üçün bir cazibələr var idi ki, hizbilərə cəzb olsunlar, siyasi hərəkətlərə cəlb olsunlar. Vəli mən öz yanımda bu qənaətə gəlmişdim ki, tam adamı ki, yaxşı öyrənməyəm, dünyanın isti-soğuğundan yaxşı başlatmayan, yəni dədəm də bir növ bunu mənə vəsiyyət eləmişdi ki, hər yola istəsən gedəsən, o yolun hər cəhətini yaxşı öyrən, orada olan uçurumları, orada olan çətinlikləri, orada olan anlaşılmazlıqları öyrəş, bundan sonra o yolda itminanla qədəm götür. Və buna xatirdə mən çalışırdım, nə qədər başarsam oxuyam. Amma, vaxtı belə bir nisbi azadlıq var idi, gölüm sözdü yazam. Amma hələ nə Türkçə yazmağı, ana dilincə yazmağı nə sınamışdım və nə də ki imkanat var idi. Oxuduqlarım sırada bir sıra türkü kitablar, yəni Azərbaycan dilində kitablar mənim ixtiyarımda oldu kitabxanada. Və bu kitablarda belə ixtiyarıma gəldi ki, bu kitabları Rızaxan dövrəsində, yəni 1320-dən qabaq bunları kitabların sırasından çıxmışdılar və bir batilə yerdə və bir ənbarı batilədə saxladılar. O ənbarı biz orada açdıq o filan, oranın içindən bir seri kitablar çıxdı, türkü kitablar çıxdı və o kitablar mənim üçün öz ana dilimizdə oxumağa bir mənbə oldu. O kitablarda vətən müxtəlif kitablar var idi və o qədər ki yadıma gəlir, hətta Hacı Mirzə Həsən Rüşdiyyənin vətən dili, ana dilisi var bunların içində və bir çox şeylər. Bunun ardıncan əlbəttə Təbrizdə ruznamələr çıxırdı. Fikir edirəm mənim əvvəlminci məqalələrim, bir ya iki dənə məqaləm farsça yazılıb və şayət də bunlardan çox Beynəlxalq Fars mətbuatında dərc olub. Bunlardan o ki yadımdadır, iki dənə məqaləm bir-birinin ardınca o vaxt Yadigar məcəlləsi çıxardı Tehranda məruf. Orada iki dənə məqaləm çıxdı. Və əlbəttə o məcəllənin məsulü Abbas İqbal idi. Abbas İqbal tanırdı məni az təriq mətbuat və o çox təşviq edirdi, hətta məni Tehrana çəkməyə qədər də təşviq edirdi. Bəli, mən belə bir təmayülüm yox idi, elə ben şahidxanadakı icazə vermirdi və özüm də çox mailləyirdi. Amma hər halda Təbrizdə Azəri dilində çıxan mətbuat və birinci növbədə Vətən yolunda və o Vətən yolundanın yazıçılarının və heyəti təhririyyəsinin kitabxanaya gəlib getməsi məndə ilk əlaqəni və ilgini Azərbaycanca yazmaq üçün vücuda gətirdi. Əlbəttə, onların içində çox alim adamlar var idi. Əlbəttə, o şəraitdə orada zat xidmətində idilər, qoşun xidmətində, ordu xidmətində idilər. Amma hər halda onların içində profesör də var idi hətta və bunların çox gəlib gedişi orada və hər hal məni bir miqdar ədəbiyyatımızla və dilimizin, ədəbi dilimizlə tanış edirdi. Məcmui bunlar mucib oldu ki, mən gərayişim daha da çox oldu və o qədər ki yadımdadır, 1324-də ilk məqalələrimi, ilk türkü məqalələrimi, şayət birinci məqaləm Füzuliyə yenə bir baxış ünvanında və ikinci məqaləm də nədir o kitab? Divan-ı Lüğat-ı Türküdə işlənən ata sözləri ünvanında, bəli, bu iki məqaləni Vətən yolunda da mən verdim və orada çap oldu. Sonra onların çap olması əsasında təşviq elədilər o filan və bu arada Azərbaycanda yeni hərəkət başladı, siyasi hərəkət başladı və o hərəkətin ardınca da Azərbaycan demokratik hərəkatı, Azərbaycanda və istilah firqə hərəkatı qabağa gəldi və onun qabağa gəlməyi ilə də bizim ana dilimiz mədrəsələrdə azad oldu və milli mətbuat yarandı və onun yaranması ilə
demək olar ki, mənə bir çox açıq zəminə və açıq şərait yarandı. Təqribən demək olar, əvvəldə biraz az, vəli sonra çox ciddi surətdə mən mətbuatda fəaliyyətə başladım. İlk fəaliyyətlərim də təbii idi ki, folklorumuzla başlanırdı. Məqalələr ki, əvvəlin dəfə başladım Azərbaycan ruznaməsində yazmağa. Azərbaycan milli dastanları ünvanı altında idi. O ünvan altında birinci dəfə milli dastanlarımız haqqında bir başlanğıçla, biraz təhsilli başlanğıçla birlikdə ilk dəfə İranda Dədə Qorqud dastanlarından nümunələr çap elədi. Əlbəttə, bu özü çox böyük məsələ idi. Çünki o vaxtəcən hənuz Dədə Qorqud dastanları İranda hətta adı da eşidilməmişdi. Onun ardınca da mesela o birisi milli dastanlarımızdan, istər qəhrəmanlıq dastanlarımızdan və istərsə də məhəbbət dastanlarından bir nümunələr verdim və bir araşdırmalarla. Bu çox ruznamədə önəmli yer tutdu və xalq içində də çox əlaqə ilə qarşılandı. Ona görə də ruznamə məndən tələb elədi ki, bu işə idamə verəm, bu iş idamə tapsın. Və özü də ruznamədə bir elan verildi ki, bundan sonra ruznamədə bir sütun açılır, hətta bir səhifə açılır bizim folklorumuz üçün, xalq ədəbiyyatımız üçün və maraqlılardan xahiş olunur ki, əmələn bu sütunda şirkət eləsinlər və o səhifədə əvvəl müncü nömrələrdə mənim topladıqlarım bayatılar, atalar sözləri çap olurdu və onun ardınca da bu hərəkət bir ümumi hərəkətə çevrildi. Və çox müxtəlif adamlar bu səhifədə iştirak edirdilər və cürbəcür də nümunələr göndərirdilər ora. Yadımda qalmışkən deyim ki, o adamların sırasında məsələn o günün sərşinas adamlar da var idi və mənim ustadım rəhmətli Xəbibi Sahir də onların içərisində idi və o da nümunələr göndərirdi. Və bəhəməhal çox bir dolğun və mütənəvvi nümunələr biz onda verə bildik Azərbaycan folklorundan və xalqı tanış edə bildik folklorla və xalq ədəbiyyatımızla. Əlbəttə bilirsiniz ki, bu bir il davam tapdı və o müəyyən beynəlmiləli və stratejik totəllər nəticəsində Azərbaycanda o hərəkət davam tapanmadı və qana boyandı. Ona görə də bu iş dayandırıldı və o görülən işlərdən sonra da bizim əziyyət çəkməyimiz az olmadı, narahatlıq çəkməyimiz az olmadı. Bəli, bəhəməhal məsələ ötüşdü və keçdi. Amma hadisənin o cür qabağa gəlməsi və o xuşunət və rəhmsizlik ki, Azərbaycanda emal oldu 25-də, mucib oldu ki, mən bir daha öz içərimdə bir necə deyər, böhran-ı fikri təhəmmül edeyim və bir böhran-ı ruhi keçirdim və o nəticəyi ki verdi, buydu ki, mən bu nəticəyə yetişdim ki, gərək yazam. Amma xudda Türkçə yazmaq imkanı heç yox idi və əslən yox idi. Binabərin də benaçar 26-dan bu yana, yəni bir il ondan sonra başladım farsça yazmağa. Və o dövrə mənim çox səmərəli qələm cəhətindən, mətbuat yazı cəhətindən çox səmərəli illərimdir. O qədər ki, yadımdadır, o illər Nizaminin 800 illiği idi və təqribən Nizami müridində müfəssəl bir silsilə məqalələr yazdım. Əlbəttə, qabaqki məqalələr də silsilə məqalə şəklində çap olurdu ruznamələrdə. Bir silsilə məqalələr yazdım. Sonra bəzi təhlilhay siyasi yazırdım, nəqd-i kitab yazırdım. Bəli. Və bunlar Təbriz mətbuatında ümumən çap olurdular. Bu iş idamə tapdı ta o vaxtlardan ki, Azərbaycanda dubara mühit-i siyasi amadə oldu hərəkət üçün. Yəni 1330-da gedirdi İranda nəft sənaye milli olsun. Bəli. Və Tehran hökuməti də Azərbaycandan çox nigaran olduğu üçün
çox diqqətlə Azərbaycanı gözaltı saxlamışdı və ona görə də tamam təlaşları bu idi ki, Azərbaycanda hərəkət iki başlayıb, müncər olmasın bir vəsi hərəkətə. Buna görə də orada bir seri çətinliklər əmələ gəldi və bir seri kəşməkeşlər, tuğlanı kəşməkeşlər əmələ gəldi ki, bu kəşməkeşlərin nəticəsində bir dövrən giriftarlıqdan sonra mən İranda qalmalı oldum. Yəni da təqribən demək olar, Azərbaycandan qayıtmaq və Azərbaycanda olmaq, fəaliyyət edilmək imkanı olmadı, bəli, səl oldu. Və ondan sonra xoşbəxtənə bu fasilədə ki, mən Tehranda idim və bir ekip ilə Tehranda idik. Yəni, o ekip iki giriftarçılığımız vardı, onlarla Tehranda idik və Azərbaycana qayıtmaq imkanı yox idi. Orada bir möcüzə yüz verdi, o da Şəhriyarın, Heydər babasının mesela meydana gəlməsi və ya zühuri idi. Bəli. Bu çox münasib bir mövqedir demək olar ki, bu mənzumə gəldi və xətti nüsxəsi gəldi, çatdı bizim əlimizə. Və bu demək olar ki, o Tehranda olanlarda ki, mümkün edilə bəziləri ruh düşkünlüyünə düçar olmuş olsunlar. Çünki hadisəyə 28 müddətdə çox bir ağır hadisə idi. Və dər həqiqət İran millətinə, İran xalqlərinə daldan xəncər vurmaq idi. Bəli, dərhal o Heydər babanın gəlməsi və ruhiyyələrdə təğyirat yaratması, dəyişiklik yaratması müncər oldu ki, Tehranda Heydər Baba Dərnəyini biz təşkil verək. Və bu Heydər Baba Dərnəyi özü mənşəyi bir seri əsərlər oldu. Nə tənha bunun fəaliyyəti Heydər Babanı tanıtdırmaq hududunda idi, bəlkə taza bir əsərlər meydana çıxartmaq falan. Bəli. Və onun əlbəttə əməlkərdələrindən bir seri kitablar, bir seri məcmualar çıxdı araya. Onlardan birisi elə bayatıların məcmuası idi ki, əvvəlin dəfə 1343-də onu çap eləyə bildim. Sonra o Dəstur-i Zəban Azərbaycanın birinci cildi idi ki, o da 44-cü ildə çıxdı. Sonra elə genə həmun məhfildə Səhəndin, Bulud Qaraçoğlu Səhəndin Sazımın Sözü kitabı çıxdı və onu çap elədik. Ona bir müfəssəl müqəddimə yazdım. Sonra Yadiyaz Heydər Baba ünvanında bir məcmuə çıxdı. Bu vaxt orada əvvəlin dəfə şayət Heydər Baba tarixində bir müfəssəl məqalə Azəri dilində yazdım. Heydər Baba mənzuməsinin bədii xüsusiyyətləri. Əlbəttə, bu məqalə Heydər Babanın lanse olmasında, tanınmasında çox böyük təsiri oldu o vaxt. Və sonra biz bu kitabları bir müvəqqəti zaddan ki, icad olmuşdu İranın siyasətində, yəni, dərfasiləyə qudeta və ağ inqilab ki, Amerikalılar istəyirlər İranda emal eləsinlər dərbarın əliylə, o fasilədə bu kitabları biz çıxarda bildik. Və həməhal bu kitablar bizim fərhəngimizin payələnməsində, möhkəmlənməsində böyük təsiri oldu. Əlbəttə, o bayatların çıxması ilə hər hal göstərildi ki, bizim çox zəngin, çox rəngarəng və bədii xalq ədəbiyyatımız var. Ona mən çalışmışdım, hətta imkan bir yaxşı müqəddimə yazdım, özdə farsça. Və farsçan ona görə ki, farslar da öyrənsinlər bunları və başa düşsünlər və bilsinlər ki, bizim bu ədəbiyyat, bədii ədəbiyyatımız. Sonra bundan o qramer də əsasən bir dana dər həqiqət müfəssəl qrameri zaban dəyirdi. Bəlkə bir difanamə idi bizim dilimizin qanun uyğunluqlarından, bizim dilimizin nəzm-i nizam-ı dəsturisi olmasından. Çünki o vaxtəcən hər yerindən duran deyir ki, Azərbaycan dili dil deyil, ləhcədir. Bunun zəvabiti qramerisi yoxdur. Və əlbəttə bu kitab çıxandan sonra hətta əqəlli təsiri bu oldu ki, o sözlər meydana gəlmədi, o sözlər yığışıldı. O vaxt Səhəndin kitabı çox böyük təsir qoydu. Banki kitab Dədə Qorqud dastanlarını içərisinə almışdı. Amma hər hal Səhəndin hər bir dastan üçün yazdığı müqəddimə, yəni yazdığı başlanış və qurtarış, proloq və epiloqlar, bəli, çünki çox dərin məzmunlu idilər bunlarda. Bir seri milli, ictimai, fəlsəfi məzmunlar var idi. Xalqın təvəccühünü cəlb elədi. Binabərin bizim ədəbiyyatımıza maraq çoxaldı, oyandı.
Əlbəttə, bizim bu hərəkətimizlə bu, həm Təbrizdə də bir hərəkətlər başlamışdı. O da Səməd Behrengiyev və onun yoldaşlarının mətbuatda iştirak eləmələri və Təbrizdə çıxan bir ruznamənin həftədə bir nömrəsini mesela adinə ünvanı ilə çıxartmaları idi. Bunlar, bu uşaqlar bayın ki, hamısı mesela Fars dilində oxumuşdular. Vəli xub, əcib Azərbaycan dilinə əlaqələri var idi və çəkimləri var idi. Və onların, mesela, mən hətta onları görmədən, onlarla tanış olmadan, hərəkətləri ilə çox doğma halda, çox belə halda, səmimi halda həmahəng idim. Dərhal bu mətbuatın həmahəng çıxmağı bir növ rabitə və dostluğa mucib oldu və o vaxt, o zaman ki, mənə qədəğən Təbrizə getmək, hər hal əlaqə o qədərdir ki, mən Təbrizə getdim və bu uşaqlarla yaxından tanış oldum və bir növ həmkarlıq binası qoydular. Mən əsas elədim ki, çıxartdığımız kitablar Təbrizdə çox böyük təsir qoyub. O vaxt o Səməd çox məhəbbətamiz, çox məhəbbətli, çox belə bir coşqun namə yazmışdı və Səməd biz çox az namə yazardı. Çox məhəbbətli və coşqun bir namə yazmışdı və orada o zad eləmişdi, dəsturu təhsin eləmişdi ki, sövə-sövə mənə oxuyuram, genə başdan oxuyuram. Ya məsələn bir rus çırmalanmışdı ki, istirdi bayatıların ikinci çapını o özü şəxsən çap eləsin və amma xub bunlar heç vaxt müyəssər olmadı. Yəni nə imkan oldu biz dəsturu ikinci dəfə çap eləyək və nə imkan oldu ki, bayatıları ikinci dəfə duvara çap eləyək. Və bunlar qaldılar bir naməlum zatdan, yəni mesela zamandan asılı qaldılar. Onun ardınca da genə üçün farsça, türkçə yazmaq imkanı yox idi. Mən bir seri tərcümələrə falanlara başladım. Cəlil Məhəmməd Quluzadədən bir kitab tərcümə elədim. Ondan sonra mütəfərriq halda ayrı nüvisəndələrdən, yadıma gələn Kafkadan, hətta bir miqdar Belinskinin tərcümələri, kitablarından, məqalələrindən tərcümə elədim və Rozgar bu cür keçirdi və biz öz dilimizdə kitab çap eləyəmirdik. Tan ki, mesela, Bəhməni 1357 gəldi, ondan sonra yenə bir ufuk açıldı. Bu ufukun açılması ilə biz İntişarat-ı Fərzanəni yaratdıq. Onu yaratmaqdan da qəsdimiz buydu ki, əsasən bir miqdar mesela milli fərhəngimizə, milli mətbuatımıza bir hərəkət vermiş olaq. Və bu işdə əncam tapdı. Orada təqribən 10 il İntişarat Fərzanənin fəaliyyəti nəticəsində biz əqəllən 50 ünvan kitab ya təlif, ya tərcümə və ya təcdidi çap halətində müntəşir elədik. Bəli. Və sonra o dövrdən də mənim dübarə mətbuat işində fəaliyyətim və çalışmam və kitab yazmaq mesela duvara ronaqləndi. Kitablardan şayət bir ad aparanmayan, bəli, hədud 17-18 dənə mənim kitabım çap olur. Bu teydadda kitab da hənuz çap olmamışı var. Müntəxub fəaliyyəti mətbuatım fəqət bu kitablara məhdud olmayıb. Bu kitabları biz az nəzəri həcm istiyaq hesab eləyək ki, mən həcmə çox mütəqid deyirəm, keyfiyyətə mütəqid deyirəm. Bəli, az nəzəri həcm istiyaq da eləyək, şayət bunların cəmi səfəatı 10.000 səfəni geçsin. Amma ondan əlavə, ondan bu yana tamam məsaili ki, bizim fərhəngimiz barəsində, mədəniyyətimiz barəsində, varlığımız, kimliyimiz, mənliyimiz barəsində mətruf olub. Mən çalışmışam, onların hər tək-təkinin üstündə bir elmi bərxurd eləyəm onlarla və məqalə yazam. Əlbəttə, o qismətlərdəki bir miqdar təxəssüsümdədir. Və binabərin də bu məqalələrin ümdə qisməti Varlıq Məcəlləsində bu müddət mərzində və hər hal intişar tapıb, məqalələrin ümdəsi orada çıxıb. Ayrı mətbuatda da məqalələrin filanların olub, müsahibələr filanlar olub. Bəli, fəaliyyət əsasim məqalə nevislik muridində ümdətən Varlıq Məcəlləsində imkan tapıb. Və bu iş indi də idamə tapır. Və indi də ən böyük arzum budur ki, bu çap olan kitablar ki, indi çapı çoxdandır qurtarıb və çap olmayan kitablar ki, hələ işıq üzü görməyiblər, bir imkanat yarana, şərait yarana ki, bunlar çap olurlar. Çünki bir dənə yazıcı üçün ən böyük arzu və ideal budur ki, onun yazdıqları yetişsin o adamların əlinə ki, yazıcı
bu şeylər, bu işləri və bu zəhmətləri onlar üçün çəkib. Çox sağ olun. Ayfer Zəndə, mən başlanışda da elə belə sual verdim ki, sənətiniz və həyatınız və sənətiniz haqqında. Bunlar daha doğrusu ikisi başqa-başqa suallarıdır. Həyatınız, sənətiniz, başqa-başqa suallar. Amma siz mənim elə bir yerdə sual verdiyim kimi siz özünüz də elə olacaq bir yerdə cavab verdiniz. Yəni buna istəyirəm ona qaydam ki, həyatınızla sənətiniz elə sizin necə qoşa gedibdir. Yəni həyatınızla bütün yəni deyirlər necə deyirlər canınızla bu ədəbiyyata qarışıbsınız. Ona görə istərdim müasir ədəbiyyatımızdan. Bilirəm ki, daha yaxınsınız ona. Müasir ədəbiyyatımızdan, onun necə deyirlər samballarından, yadda qalanlarından, şairlərimizdən, ədəbiyyatçılardan bizim üçün bir. Bilirsiniz, mənim bu məxsusən 40-50 ildə bu yana işim ədəbiyyat olub, şeir olub, mətbuat olub. Ona görə də istər-istəməz və kitab içində yaşamışam. Ona görə də istər-istəməz ədəbiyyatımızla, istər şeir cəbhəsində, nəsr cəbhəsində və qullən yaxınlığım olub bu adamlarla ki, bu cəbhədə qələm vurublar və xidmət ediblər. Bilirsiniz, bizim bu dövrədə ixtinaq dövrəsi demək olar bu dövrəyə, ixtinaq adı vermək olar. Bu dövrədə bütün təşəbbüslərini, ondan sonra bütün qabağına almaqla belə bizim ədəbiyyatımız nəfəs çəkib. Və mən də onunla nəfəs çəkmişəm. Bizim bu dövrədə 3 dənə böyük nəhəng şairimiz olub. Şair sözü mən bir dəfə də demiş olam. Və hər hal bu 3 dənə böyük nəhəng şairimiz Şəhriyardır, Sahirdir və Səhəndir. Və bu 3 dənə şairin bu ixtinaq dövrəsində tapılması həqiqətən o xalqin cəmbəsində olan istedad və nübuğun nişanəsidir. Və bu şairlər dürüst, hər təkdəki o dövrədə öz əsərlərini Azərbaycan dilində yaradıblar ki, heç intizar getmirdi. Amma və hər hal bu 3 dənə şəxsiyyətin yaradıcılığı ilə həmişə ilgilənmişəm, həmişə yaxından irtibatım olub o vaxt. Şəhriyar xas vəziyyəti var idi, o çox məqbul quriz adam idi və onunla mənim görüşlərim ayrı adamların, ayrı cəmaətin görüşləri kimi hərdən bir olardı, gahdan bir olardı. Amma bu birisilərlə Sahir mənim dediyim kimi ustadım olub, onunla görüşlərimiz çox azad idi və fikir edirəm Sahir təqribən tamam yazdığı şeirləri hər cür olsaydı mənə oxurdu əvvəl. Və Səhəndidəki bir şərh edirsən, Səhənd yazandan sonra şeirin gətirərdi və qalardı mənim yanımda və o müddətlər onu oxurdum və ehyanən əgər bir yerlərdə bir nöqtələri, bir məsələlər nəzərə gəlsəydi deyərdim. Belə bir rabitə həmişə bizim aramızda olub və bunların yazdıqları şeirlərinə mən həmişə güvənmişəm. Elə bərin ki, Şəhriyar öz yerində ki, fəqət onun Azərbaycan dilində yazması bizim üçün çox böyük bir iftixarıdır. Amma bu birisilərin şeirinə həmişə güvənmişəm və elə bərin ki, bunlar zamanəmizin bestila şairi olublar və o ağır şəraitdə bizim xalqımızın xətlərini, miskillərini, tarixi arzularını, o vaxt haqqlarının tapdalanmasını, o vaxt zülmə məruz qalmaqlarını bunlar tərənnümçüsü olublar, onun cahçısı olublar və özləri də şəraiti, həyat nə qədər ağır olursa olsun, belə bir zatdan, cəbhədən ayaqdalı qoymayıblar. Bunlarla qədəm və qədəm getmişəm. Əlimdən gəlsə, bunları çalışmışam və kitablarını çap eləməkdə yardım eləyəm, yardımcı olan bilələrinə. Və müsəlləmdir ki, biz indi burada deyirik kitablarını çap eləməkdə və üstündən geçirik 2 kəlmə ilə, 3 kəlmə ilə. Amma o şəraitdə bilirsiniz, kitab çap eləmək nə qədər ağır idi və nə qədər, necə deyər,
dilhora, ondan təşviş, nigarançılıq yaradırdı. Nümunə üçün Sahirin bir kitabından danışa bilərəm ki, bu kitabı bu hörmətli kişi, bu yaxşı kişi, İpək ruhlu kişi nə çətinliklərlə çap elədi və sonra əlbəttə bunun çap elədi biz deyəndə bu mənadadır ki, bu öz şəxsi hüququndan onun tamam xəzinəsini verirdi. Yəni siz hesab edin ki, bir dənə müəllim 5 ay, 6 ay hüququnu verirdi ta onun öz kitabı çap olsun. Və təzə bu qədər zəhmətlərdən sonra bir miqdar kitabın xəzinəsindən verənməmişdi və kitabı çapxanadan təhvil verməmişdilər. Ta iş ora müncər oldu ki, gəldilər kitabı elə yerli diblik çapxanadan yığdılar və apardılar. Ya məsələn, Səhəndin o sazımın sözünü çap eləmağın bir, necə deyər, bir əfsanəvi bir zadı var. Çünki bu kitabı heç bir çapxana Tehranda hazır dəyirdi çap eləsin. Binakar çox gəzəndən sonra biz bir çapxana tapdıq. O da dedi, mən bir şərtlə çap elərəm bu kitabı. O da budur ki, siz gecələr hurufçinlik olsun kitab, təsih olsun, sonra kağız hazır olsun burada. Mən çap edeyim, səhər çap olmuş formulları buradan çıxadasınız. Allah bu bilirsiniz ki, müstəlzimi buydu ki, bir nəfər orada, tamamı gecəni orada olsun, ondan o nümunələri təsih eləsin və sonra bunlar çap eləsin və səhər çağda tezdən o formulları çıxartmaq, xara aparmaq, yer elmək və bunlar özləri, hər birisi özlüğündə çox bir çətin məsələ idilər. Bəli, hər hal bizim o dövrə ədəbiyyatımızın o ixtinaq və o ağır şəraitin qabağında nə kimi və hərəkət elədiyini və nə kimi xariqə bir əsərlər vücuda gətirdiyini demək olmaz və cüzün ki, bu kitabların özün yaxından görəsiz və onlarda olan mətalibi, şeirləri özünüz yaxından mənimsəyəsiniz və görəsiniz ki, günün və zamanın ən zəruri məsələlərinə, ən həyati məsələlərinə cavab veriblər. Və o cavablar hər birisi mümkün idi, elə bir nəticəyə müncər olsun ki, zəhmət törəsin və belə bir zəhmət də həmişə törənirdi, elə ki, məvaridi gəlirdi ki, məsələyi nə bilim, bazdaşlara da ayı gəlirdi filan. Və həmçinin bu zəhməti Təbrizdə bizdən sonraki nəslə aid mərbut olan uşaqlar təhəmmül edirdilər. Orada da bilirsiniz ki, Səmədin para-para zadı çıxdı və o para-para üstündə Səmədə çox əziyyət elədilər. Hətta istəyirdilər, işdən çıxarsın o və beləcə bir əvaqib. Və hər hal, onlarla qədəmləşmişəm və bizim şeirimiz ba vücudu tamam o şərait-i ixtinaq, bu ağır şərait şeirimiz rüşd edib. Və mən fikir edirəm ki, o mərhələ bizim şeirimizdə yeni bir mərhələdir. Və o mərhələnin böyük təsiri olub sonraki nəslin şeirində. Və bunun da nümunə izindəsi budur ki, siz indi bizdə biz çox cavan şairlərin şeirlərində Sahirin təsirini, Səhəndin təsirini və Şəhriyarın təsirini çox əyani-bəyan görə bilərsiniz. Əlbəttə, indi bizim taza şeirimiz müxtəlif şərait nəticəsində yeni bir mərhələyə gəlib çatıb və yeni məsələlər mətrah olur bizim şeirimizə. Yeni üslub, yeni məzmun, yeni anlam. Bəli. Bu aynhəmə biz o dövrənin şeirinin təsirini müasir, yəni bugünkü şeirimizdə eləyə bilmərik, gözdən qaçırdıq. Ayfer Zanə, bizim ədəbiyyat sənətində ağsaqqallarımız çoxdur. Amma bu gənc nəsillə siz o yadda qalanlardansınız ki, çox sıx əlaqələnisiniz. Hətta bunu başqa formada da deyə bilərəm ki, öz sərhədlərimizə də sığmayan adamsınız. Necə deyərlər, dünya gördü götür dünyasıdır. Mən bu yaxınlarda sizdən eşitmişəm ki, sizin səfərdə olduğunuzun birini eşitmişəm ki, Avropada olubsunuz. Bax, oradakı soydaşlara münasibətiniz. Onlarla necə yaranması, necə söhbətlər getməsi, daha doğrusu bu Azərbaycan üçün nə söhbətlər alınması xahiş edərdim. Bəli, bu səfər ittifaq düşdü, təqribən demək olar, geçən il
Amma xoş, mən heç bunu necə deyərik, qabaqcadan ölçənməzdim. Orada bizi bir danışqah dəvət eləmişdi. Məni və həyat yoldaşımı Köln Üniversitesi dəvət eləmişdi. Orada da güya geçmişdə bizə bir sabığı elmi icad olmuşdu ki, mən heç ondan xəbərim yox idi. Və biz də o dəvətə cavab verdik. Rəhbərin ki, eləmək olmazdı, çünki çox səmimiyyətlə çağırmışdılar. Amma məhzin ki, oraya yetişdik, biz öz uşaqlarımızla, öz Azərbaycanlılarımızla orada üzbəz olduq ki, bir neçələri orada dərs oxudular. Əlbəttə, bu uşaqların mən sorular mütəvəccüh oldum ki, çoxlarını mən qabaqcadan tanıram, burada görmüşəm. Yəni, bizdən sonraki nəsl və o nəsildən sonraki nəsillərin hətta varlıqlı olanın içində. Bir açana Almanda qalandan sonra, ayrı şəhərlərə səfər edəndən sonra gördüm, bunların sayıları orada çoxdur. Bunlar əlbəttə ayrı-ayrı əngizələrlə, ayrı-ayrı cəhətlərlə, mülahizələrlə getmişdilər ora. Amma bir ümdə cəhət bu idi ki, bunlar burada şərait, İranda şərait ağır olmuşdu belələrinə və getmişdilər. Və müsəlləmən, biraz aşkar deyək, siyasi illətlərə görə getmişdilər ora. Amma orada mən bir qəribə bir ruhiyyə ilə və qəribə bir xüsusiyyətlərlə müvaciə oldum. O da buydu ki, bunların əksəriyyəti orada gəlib bu nəticəyə çatmışdılar. Əlbəttə, bu çoxu da o dünyada üz verən təhəvvülat və dəyişikliklər nəticəsində idi. Bunların daha məntiqi düşünənləri və daha sağlam düşünənləri gəlib bu nəticəyə çatmışdılar ki, biləxərə hamıdan əsas məsələ budur ki, baxsınlar ki, bunlar kimdilər? Yəni, özlüklarına qeytmişdilər, kimliklarına qeytmişdilər və fikir edirdilər ki, bunlar əvvəlminci məsələ bunlar üçün budur ki, görsünlər ki, mesela, bunların tarixdə mövqeyyətləri nə mənədir, yerləri hardadır. Və ona görə də bayın ki, mən bunlarından çox uzun bir illər fasiləm var idi, şayət bəlkəsindən 15 il, 20 il. Amma vaxtı bunlarından mən danışdım, çox rahat təfahüm tapdım. Yəni, dürüst o nöqtədə idilər ki, mən fikirləşirdim və ona görə də bunlarla danışmaq çox rahat idi. Bunlar hamısı istəyirdilər ki, əvvələn öz mədəniyyətlərindən artıq baxa bir olsunlar. Öz dilləri barəsində, folklorları barəsində artıq məlumat kəsb eləsinlər və heç bir məsələyə də, bundan sonra ayrı bir məsələlərdə fikirləşmirdilər. Və orada bunların bir para nəşriyyələri falanlar ki, çıxırdı. Mən ondan eləyə bildim, nəticə alan ki, bunların hədəf əsasiləri odur. Və ona görə də orada bizim müsafirətimiz, səfərimiz çox səmərəli oldu. Orada biz bir müfəssəl cələsələr təşkil verdik, folklorumuzu tanıtdırmaq üçün, dilimizin gözəlliklərini tanıtdırmaq üçün, sonra klasik ədəbiyyatımızdan bir nümunələr oxumaq üçün və onun üstündə gəlişmək üçün. Hətta belə bir imkan da yarandı ki, ədəbiyyatımızın gələcəyi üçün, şeirimiz üçün, nəslimiz üçün və belə bir zadlar orada məhdud yığıncaqlarda, ondan sonra görüşlərdə filanlarda əncam tapırdı. Və orada bu cavanların və ya bu bestələsatların hər şeydən çox şadablıqları və cavanlıqları idi və hamıdan çox qürbəti ehsas eləməkləri idi. Heç yadımdan çıxmır ki, orada folklor neçə dənə bizim folklor konferansımız ki oldu və iş çəkdi uşaq folkloruna. Orada adam var idiler bu zatlardan, xanımlardan filandan ki, xahiş elədilər, mesela bizim bayatılardan, laylalardan oxunsun və mənim həyat yoldaşım orada laylalardan oxudu. Əlbəttə, o cür ki, vaqəən uşağa layla çalarlar. Və bunun təsiri orada əslən çox gözlənilməz idi. Yəni, bu o qədər orada təsir icad elədi ki, mən özüm şahid edim. Məsələn, nümunə üçün Malmuda, bizim orada Malmö Üniversitesində 5-6 dənə Azərbaycani ustadımız var. Yəni, Azərbaycandan gediblər, orada oxuyublar və indi orada
Malmö Üniversitəsində ustaddılar. Bəli. Özləri də xub sinirlər keçmiş adamlardılar, 50-60 yaşında adamlardılar. Bunlar heç biri öz təəssüratını saxlamağa qadir olmadılar və bunların gözlərindən pır-pır yaş tökülürdü. Və bu nümunəyi budur ki, mesela insan qürbətdə nə qədər də rəfahda olsa, amma yenə də vətən deyə mesela bəli, gözü yoldadır və gözü vətənə sarıdır. Çox sağ olun. Bax, bu dünya səpələnmiş Azərbaycan xalqı. Onun Bakıda mədəniyyət mərkəzinin yaranmasına belə bir fikir gedir ki, bir mədəniyyət mərkəzi yaransın. Dünya səpələnmiş Azərbaycanla birlik adından da mədəniyyət mərkəzinin yaranmasına siz necə baxırsınız? Bilirsiniz, biz bir dənə millətik ki, tarixin müəyyən mərhələsində də bizim haqqımız tapdalanıb. Və onu da hətta dost və düşmən hamısı etiraf edir. Bəli. Və ona görə də biz öz mənliyimizə, kimliyimizə qeytmək üçün tamam Azərbaycanlıların istər İranda, istər hər yerdə, siz demişkən dünyaya səpələnmiş Azərbaycanlıların arasında mesela bir mənəvi rabitə, bir mədəni rabitənin qurulması çox həyati bir məsələdir. Bunun üçün mən fikir edirəm, hər bir vətəninə, dilinə, tarixinə əlaqəmənd olan Azərbaycanlı gərək varlığı ilə çalışsın. Bu mədəni və mənəvi rabitəni biz yarada bilsək və hər yerdə və hər şəraitdə vaqəən eləyə biləcəyik o kimliyimizi və mənliyimizi hifz edək. İndi yaxşı bilirsiniz ki, şərait ki dünyada var və bu necə deyər, o vəsaili informasyon ki vardı və gəlir mesela milli fərhəngləri, bumi fərhəngləri ayaqlır və geçir. Bunun qabağında fəqət o fərhəngi daşıyanların, o fərhəngin varislərinin birliği, iddiatları eləyə bilər bu fərhəng qorusun, o dili qorusun. Və bu da olmaz cüz'in ki, vaqəən biz bu işin əhəmiyyətinə vaqif olaq, bu işin əhəmiyyətini dərk eləyək və hər yerdə, hər şəraitdə varıq, bunun qorunması üçün lazimi gələn iqdamata əl qoyaq. Müsəlləmən bu iqdamatlardan biri də budur ki, bu fərhəngi qorumaq üçün, bu mənəviyyəti, bu rabitəni qorumaq üçün bizim gərək bir mənəvi ocaqlarımız olsun. Və bu mənəvi ocaqların yaranması, əlbəttə mən müvafiq deyirəm buna ki, heç vaxt müvafiq olmamışam buna ki, bu mənəvi ocaqlar, bu mədəni ocaqlar siyasi ocaqlara təbdil olsun. Millət bərin ki, təcrübəmiz var bizim, neçə illik təcrübə, 50 illik təcrübəmiz var və məhsən ki, bunlar siyasi bir qanuna, siyasi bir ocağa təbdil oldular, o mahiyyətlərini əldən verirlər. Və binabərin də çox sürətlə, necə deyərlər, azipəzir olurlar. Bunları icad eləmək olar, yaratmaq olar və bunları qorumaq olar və orada bizim fərhəngimizi ki, çox da indi axsır bugünkü dünyada, onu eləmək olar. Bizim bilirsiniz, düzdür, şeirimizdə bir zatlar var, qabaqcılıqlar var. Bəli, bu da hənuz elə deyimi haldadır. Bizim şeirimiz hələ eləyə bilər dünya şeiri ilə səslənsin. Yəni buna liaqəti var. Və ya nəsrimiz hələ ibtidai haldadır. Xüsusən Güney Azərbaycanda ibtidai haldadır. Bunlar hamısı o vaxt tərmim ola bilər ki, belənçi bir dediyiniz orqanlar, dediyiniz zatlar, ocaqlar yaransın. Və orada da bu ocaqların hər hangisi ki, bu bərnamə ilə, ondan sonra bu zadından icad olmuşdular. Bəli, mən onlara çox əsarı xoşbəxtlik elədim və hamısına da hamısını təşviq elədim ki, qorusunlar onları və hifz eləsinlər və oranı təbdil eləsinlər bir fəal ocağa. Bilirsiniz, bizim indi teatrımız və hər dəli çox bir zat haldadır, yəni ölgün haldadır. Teatri ki, əl dəfə bilirsiniz, Azərbaycanda bərpa oldu, Azərbaycanda. Və teatrın da biz təsirini xalqin rüşd-i mənəvisində və rüşd-i fikrisində, rüşd-i fərhəngisində heç kəs inkar edilməz. Bənabərində, hətta bu ocaqlarda gərək biz teatrımıza hamıdan çox əhəmiyyət verək və teatrımızın ehli olmasına. Çox sağ olun, vaxtınıza görə, verdiyinizə görə. Daha doğrusu bu az
vaxtda bütün istədiyimizi əhatələyən bir suallarımız. Ona görə sizə belə bir müraciət nə istədim deyəm ki, bizim vermədiyimiz hansı sualı bax bu oxuculara verərdiniz, özünüz cavabını verəsiniz. Yəni daha doğrusu ürəyiniz dolandı ki, biz deyə bilmədik, sual verə bilmədik, onu xahiş ederiz, öz oxucularınızla açarsınız. Yox, siz çox yerli və gözəl suallar verdiniz. Mən də ki, bir açıda xəstə idim və elə də çox ruhi hazırlığım yoxdur. Amma indi işdən yaxşıdan bir cavablar sizə verdim. Amma əgər siz gene 10 dana da sual soruşasınız və mən də sizin 10 dana sualınıza da cavab verəm. Gene qeydəcəyik həmin yerə ki, oradaydı. O da budur ki, bəli, Azərbaycan, indi dünya bilirsiniz ki, milli məsail və necə deyər, milli hərəkətlərin ya milli fərhəngin, milli varlığın əsridir. Buna görə də və hər hal biz milli varlığımızı qoruyaq. Və bunu qorumaq üçün də hər bir vəsaildən, imkanatdan gərək faydalanaq. Və tələb eləyək ki, bizim milli haqqımızı, ki, der eyni hal təbii haqqımızdır, onu bizə qeytərsinlər və onun imkanı, ondan düzgün və sağlam istifadə eləməyi bizim üçün fərahəm eləsinlər. Mündabı laziməsi budur ki, hamıdan əvvəl biz özümüz bu fərhəngin nə olduğunu, vüsətini, zənginliyini, tarixiliyini tanıyaq və sonra da tələb eləyək ki, bunu bizim üçün qorusunlar və bunu qorumaq üçün bizə şərait yaratsın. Çox sağ olun, əfəzində sizə can sağlığı arz edirik. İnşallah bu axırıncı yox, bəlkə axarıncıdır. Sizinlə hələ söhbətimiz olacaq. Necə, xüsusən, mən belə sadalayım ki, sizə bizim gözəl şairimiz, necə deyərlər, yaxşı tanınmayan, öz olduğu dəyərini xalqımıza mətbuat mı deyim, kitab mı deyim, çatdırılmayan Həbib Sahir haqqında söhbətimiz olacaq sizdən başqa. Sonra mən sizdən qabaq Doktor Lütfü ilə söhbətdə deyim ki, istəyirəm səhənd haqqında ondan söyləyəm. Dedim ki, biz məruzəçilərimizdən Dədə Qorqud günləridir. Ustad Fərzani ilə söhbətə deyim, mənim məruzəm belə olacaqdır ki, zəmanəmizin Qorqudu, səhənd haqqında çıxılacaq. Bax, elə səhəndin xüsusən öz haqqında bir verilişimiz vardı, ondan istifadə edəcəyik. Hələlik sizin vaxt uzalmağa görə çox sağ olun, təşəkkür edirik sizə. Siz də sağ olun. Və həmən, əgər mətləb bu mədarda olsun, yəni bizim fərhəngimizin, ədəbiyyatımızın, milli varlığımızın məsələsinə aid olsun, mən həmişə sizin qulluğunuzda olmağa hazırəm. Çox sağ olun. Siz də sağ olun. Bilal müəllim, çox xoş gördük sizi. Sağ olun. Necə də yaxşı oldu ki, sizi belə bir fərəhli bir gündə gördük. Yəni, Dədə Qorqudun 1300 illiyi ilə bağlı. Biz istərdik ki, tamaşaçılarımıza, öz oxucularımıza, necə deyərlər, özünüzü təqdim edəsiniz. Öz həyatı haqqında. Əvvəl belə bir... Mənim adım Mirəlidir. Familiyəm Seyid Səlamətdir. Təbrizdə anadan olmuşam. Mədrəsə təhsilatım və akademik təhsilatım olar ki, sivil injineringdə, Master Science dərəcəsində Təbrizdə olubdur və başardığım qədər fərhəngi köklərdən istifadələrənaq və əlimə nə gəlib oxumuşum və çoxlu imkan olmayan şəraitdə nə mən əlimə imkan gəlibdir, kitab və ayrı bir vəsaildən istifadə eləmişim. Müəllim, sizin bu Dədə Qorqudla bağlı çox maraqlı bir hadisədir, maraqlı söhbətdir.
İstərdik sizin bax bu Dədə Qorqudla öz münasibətinizi bilək. Necə olur?